Hamıya salam, mən Qajur Akademi İngilis dili müəllimi Sona müəllimə yeni videomla sizlərlə bərabərəm. Deməli, bugünkü videomuzda nə edirik? Cümlə sırası, cümlə söz qurası haqqındakı olan videodan sonra növbəti videomuz qrammatikada edilən səhvlər videosudur. Deməli, dostlar, birinci cümləmizə baxırıq. I promise I pay tomorrow. Mən söz verirəm ki, sabah ödəyəcəm. İndi bu cümlədəki səhv nədir? Bəlkə də artıq videoya baxmadan çoxumuz təxmin etmişik. Tomorrow sabah deməkdir və artıq bu gələcək yönümlü və gələcək zamanın zaman zərfidir. Əgər deyirəmsə, mən söz verirəm ki, sabah pulu nə edəcəm? Ödəyəcəm. Düzdürmü? Ümumiyyətlə, promise olan cümlələrdə promise söz verməkdir. Mən nə söz verirəmsə, dostlar, bu deməli artıq gələcək yönümlü bir cümlədir. Yəni, bu cümlədəki olan qrammatik səhv willin istifadə edilməməsidir. İndi mənə deyəcəksiniz ki, ay müəllimə, bəs aydan shall istifadə olunur axı. Mən sizinlə tamamilə razıyam. Amma hal-hazırda demək olar, shall demək olar yığışdırılıbdır. Ona görə shallin yerinə will istifadə edilə bilər. Ümumiyyətlə, bax, bu will bütün şəxs sonluğu yox. Şəxs əvəzliklərlə, personal pronounlardan istifadə edilir. Deməli, birinci cümləmin səhvi nə oldu? I promise I will pay tomorrow. Mən söz verirəm ki, mən sabah ödəyəcəm. Buradakı səhv willin istifadə edilməməsi idi. Willi qısa formada belə L formasında da yazmaq olar. Növbəti. Most of people agree in me. Dostlar, burada 2 dənə səhv var. Birinci səhvimiz kiçik bir səhvdir. Kiçik səhv deyil, əslində kiçik izaha əsaslanır deyə bunu birinci deyəcəm. Agree-dən sonra in yox, nə istifadə olunur? With. Agree with me. İndi dostlar, ikinci səhvimiz tapırıq. Bu ikinci səhvimiz artıq qrammatik bir səhvdir ki, most of people. Deməli, bu of-un burada istifadə edilməməsi lazım idi. Yaxşı görək, bu of niyə burada istifadə edilmədi? Səbəb nədir? Deməli, dostlar, bu mostdan sonra of-un istifadə edilməməsi qaydası belədir. Əgər mən danışarkən hər hansı bir particular, spesifik qrup haqqında, xüsusi bir qrup haqqında danışıramsa, bu vaxt mostdan sonra of istifadə edərəm. Yox, əgər mən ümumi danışıramsa, bu məqamda mən of istifadə etmərəm. Məsələn, burada people, insanlar, mən ümumi danışıram. Niyə mostdan sonra of istifadə edeyim? İndi mən bu cümləyə baxın. Deyirəm ki, most of the students in our class, bizim sinifimizdə olan əksər şagirdlər. Bu cümlədə artıq mən vurğulayıram ki, sinifimizdə olan most of students in our class. Artıq mən burada mostdan sonra of istifadə edəcəm. Çünki vurğulayıram harda olduğunu. Spesifik bir qrupu mən nəzərində tuturam. Particular bir qrupu nəzərində tuturam ki, bizim sinifimizdə olan. Amma burada cümləmdə deyirdim ki, insanlar, ümumi danışıram. Of istifadə eləməyə ehtiyac yoxdur. Növbəti keçid alırıq, növbəti cümləmizə. Hətta burada bir nömrələmə də edə bilərik biz. Üçüncü cümlə. I looked at me in the mirror. Mirror nə deməkdir? Güzgü, looked baxdım. Mən bu cümləni başladım tərcümə eləməyə. Mən aynada özümə baxdım. Özümə burada bir səhvlik var. Çünki burada mən mi yazmışam. Me nə deməkdir? Obyekt əvəzli idi. Mənə, məni. Necə deyirəm, mən aynada mənə baxdım. Mən aynada necə mənə baxa bilərəm? Mən aynada, bəli, özümə baxaram. Bu refleksiv pronoundur. Refleksiv pronoun nə olacaq? Ayın qarşılığı nə idi? Myself. Burada myself olmalıydı. I looked at myself in the mirror. Mən aynada özümə baxdım. İndi bu cümləni siz yorumlarda mənə yazarsınız, qeyd edərsiniz. Əgər burada, bu cümlədə ayın yerinə he istifadə olunsaydı, mən burada refleksiv pronoun olaraq nə verməliydim? Onu yorumlarda bildirərsiniz. Keçid alıram 4-cü cümləyə. If I'll have the time, I'll go home. Deməli, dostlar, bu conditional sentencedir. Yəni, burada conditional clause-da 2 cür məsələ ola bilər. Bir if clause və plus main clause. Bircə saniyə, main clause. Deməli, if deyir ki, mən olan yerdə, mənim clause-umda, mənim hissəmdə, mənim partımda will istifadə oluna bilməz. Belə düşünə bilər, if-dən will bir-birlərindən düşməndir. Və mən baxaram ki, mənim növbəti cümləmə gələcək yönümlüdür. Və biz bildik, gələcək zamandırsa, mənim if-lə olan cümləm indiki sadə zamanda. Present simple-da olmalıdır. Yəni, burada olmalıydı. Will olmalıydı. If I have time, I'll go home. Əgər vaxtım olacaqsa, mən evə gələcəm. Burada olmalıydı if I have time.
Deməli, burada if-dən will bir yerdə ola bilməzlər. Bu if clause-dur. If clause-dan if-dən will olmaz cümlənin əvvəlində. Çünki if, till, until, as soon as, when, before, after bunlar cümlənin ortasına gələ bilərlər. Keçirik növbəti cümlələr. I don't know nothing. Mən heç nə bilmirəm ki, bunu tərcümə etdik. Burada belə bir məqamımız var. Məqamımız nədir? Nothing heç nə deməkdir. Nothing törəmədir. Bilirik, törəmələrin xəbəri təkdə olar. Törəmədən sonra isim gəlməz, of gəlməz. Bunları bilirəm ki, bilirsiniz. Maraqlı məqam odur ki, nothing deyir ki, mən inkar cümlədə istifadə elə. Mən səndən dostam. Amma deyir, mən olan yerdə çox xahiş edirəm ki, başqa bir inkar istifadə eləmə. Mən varamsa lider mənəm. Sonra da baxıram ki, bu demişdi mən liderəm. Burada da bir dənə don't istifadə olunubdur. Olmaz. İngilis dilində bir cümlədə iki inkar olmaz. Burada olmalıydı I don't know, nothing-in əvəzinə anything. Mən heç nə bilmirəm. Yəni, nothing olan cümlədə başqa bir inkarı mən verə bilmərəm. İngilis dilində iki inkar olmaz. İndi isə biz artıq digər lövhəmizdən qarşınızdayıq. Deməli, növbəti cümləmiz 5, 6, 7, 8 və 9. Deməli, deyir ki, I used to play tennis at weekend. Mən həftə sonları tenis oynayırdım. Əgər biz keçmişdə etdiyimiz hərəkətlər haqqında danışırıqsa və o hərəkətləri indi etmiriksə, used to yox, used to istifadə edərik. Buradakı səhv buydu. Aydındırmı? Keçmişdə etdiyimiz, amma indi etmədiyimiz hərəkətlər haqqında danışırıqsa, used to yox, used to istifadə etməli idik. Növbəti cümləmiz Which is the biggest city of the world? Baxıram, hər şey qaydasındadır. Dünyadakı olan ən böyük şəhər hansıdır? Which is the biggest city of the country? The biggest də bilirəm ki, sifətin superlative degree, üstünlük dərəcəsində heç bir problem yoxdur. Dostlar, bu ümumi olaraq gündəlik danışıqda, qrammatikada, istər writingdə edilən ümumi bir səhvlərdir. Əgər demək istəyirəmsə, dünyada olan ən böyük şəhər, burada of yox, ofun əvəzinə in istifadə etməliyəm. Which is the biggest city of yox, in the world. Bu daha belə uyğun olar. Məsələn, demək istəyirəm, sinifdə olan ən uca şagird. Who is the biggest, who is the tallest student in the class? Of the class demirəm, in the class deyirəm. Bunu həmişə yadınızda saxlayasınız. Və növbəti cümləmiz We go there every Saturdays. Normal olaraq baxanda bizə əslində bu cümlədə heç bir qrammatik səhv görünmür. Amma biz bilirik ki, each, every, either, neither bunlardan sonra gələn isim təkdə olmalıdır. Yəni, every Saturday olmalıydı burada. İndi mənə deyəcəksiniz, müəllimə, bəs bəzən isim cəmlənə bilər. Of gələrsə cəmlənə bilər. Amma xəbərim həmişə təkdə qalmalıdır. Yəni, burada every-dən sonra gələn isim of yoxdursa, təkdə olmalı olduğu üçün Saturdays yox, Saturday olmalıydı. Aydındırmı? Və növbəti cümləmiz I have good knowledge about it. Knowledge bilməyənlər üçün qeyd edirəm, bilik deməkdir. Deməli, dostlar, bu cümləyə də baxanda deyirsən ki, heç bir nə səhv ola bilər ki, mənim bu haqda yaxşı biliyim var. Əslində, burada iki dənə səhv var. Knowledge sözü countable noundur, sayılan isimdir. Və biz bilirik ki, sayılan isimlərin qabağında an artiklını verə bilərik. Və baxıram, an artikl verilibmi? Aha, ni yazdım buradan. Düzbə etdim müəllimə. Bəli, mən səhv etdim. Çünki biz demişdik ki, sifət və isim yanaşı gəldikdə mən artiklımı sifətin qarşısından yazıram. Amma sifətin qarşısına yazmama baxmayaraq bu nəyə aiddir? Knowledge-ə aiddir. Çünki article, ümumiyyətcə article bəhsi isimə aiddir. Biz isimə baxıb artiklı veririk. Burada isimə baxdım, artiklı verdim. Amma ismin qarşısından yox, sifətin qarşısından yazdım. Və növbəti problemli bir cümləmiz nədir? Bu cümlə pozitiv, yəni normal bir cümlədir. Və artıq pozitiv cümlələrdə, affirmative sentencelərdə qısaltmalara çox yol verilmir. Yəni, I've yox, I have good olmalıydı. Burada qısaltmalara yol verilməməlidir. I have a good knowledge about it. Mənim bu haqda yaxşı informasiyam var. Videomuz bu qədər idi. Ümidvaram hər birimiz üçün aydın bir video oldu. Videomuzu bəyəndinizsə kanalımıza abunə olmağı və like atmağı unutmayın. Sizləri sevirəm. Növbəti videolarımızda görüşmək ümidi ilə sağ olun.